İngilis dilini öyrənmək istəyən hər bir tələbənin və valideynin verdiyi ilk sual odur ki, mən bu dili nə qədər müddət öyrənə bilərəm? Bu gün Azərbaycanda bu mövzuda olan miflərdən və reallıqdan danışacağıq. Yaxın oturun, başlayaq. Salam dostlar. Teacher Ulya'nın yeni bölümü ilə qarşınızdayım. Hazırda ixtisas artırma təlimindəyəm və ona görə də keçən həftə video paylaşa bilmədim. Hal-hazırda ingilis dili müəllimliyi sahəsində ən məşhur və intensiv kurslardan biri olan CELTA kursunu götürürəm. Cambridge Universiteti tərəfindən lisenziya verilir ki, bu ingilis dili müəllimləri üçün ən yaxşı sertifikatlardan biri sayılır. Yəni bu kursu bitirdikdə Cambridge Universitetindən ingilis dilini dünyanın hər bir yerində tədris etmək üçün lisenziya almış oluram. Və ona görə də başım biraz buna qarışıqdır. Əslində bugünkü mövzunu da elə dərslərimlə bağlı araşdırma edərkən ağlıma gəldi, axtardım, tapdım və sizinlə paylaşmaq istədim. Gördüyünüz kimi bugün rəsmi yox, casual stildə giymişəm, çünki oturub sizinlə söhbət eləmək istəyirəm ki, bizdə ingilis dilini nə qədər müddətə öyrənə bilərəm sualına verilən cavablar nədir və əslində olan reallıq nədir? Onu da qeyd edim ki, reallıqla bağlı deyəcəklərim tamamilə Cambridge Universitetinin nəşri olan elmi məqaləyə əsaslanır və onu sadəcə tərcümə edib biraz öz əlavələrimlə birlikdə sizlərə çatdıracağam. Gəlin əvvəlcə Azərbaycanda olan miflərdən danışaq. Yəqin ki, hər biriniz ingilis dilinə dəfələrlə başlayıb, dəfələrlə saxlamısınız və bir çox müəllimlərlə, kurslarla danışmısınız. Bu zaman heç yalan deməyin, bilirəm ki, siz də soruşmusunuz ki, bəs ay müəllim, mən bu neçə aya öyrənərəm? Neçə aya öyrənərəm ha özdə? Və sizə cavab veriblər ki, Ayşə, narahat olma. 3 aya ingiliscə danışacaqsan. 3 aya bir səviyyəni qutaracağıq. 40 günə ingilis dili. Qrammatikanı boş ver, qrammatika öyrənmədən danışacaqsan. Təkcə speaking ilə səni danışdıracağam. Yəqin ki, bunlardan birini və ya bir neçəsini sosial media hesablarınızda görmüsünüz. Bəs bunlar nə qədər doğrudur? Bugün bundan danışırıq. Elə isə gəlin məqalədən öyrəndiklərimi sizinlə paylaşım. Əvvəla, ingilis dilini nə qədər müddətə öyrənə bilərəm? Əvvəla, bu suala cavab vermək çox çətindir. Çünki burada öyrənmək deyəndə nəyə nəzərdə tutursunuz? Əvvəlcə onu dəqiqləşdirmək lazımdır. Çünki öyrənmək deyəndə burada həm danışıq, həm dinləmə, həm yazma, həm oxuma qabiliyyətlərindən əlavə funksiyalar, nəzakətli danışıq, mədəniyyətli danışıq və s. də bunlar hamısı bir dilin tərkib hissəsi olaraq önümüzə çıxır. Bu nə deməkdir? Yəni, ola bilər ki, sənin oxuma bacarığın 3 ay sonra filan səviyyədə olsun, amma dinləmə və yaxud da yazma bacarığın o səviyyədə olmasın. Ona görə burada dəqiqləşdirmək lazımdır ki, mən ingilis dilində neçə vaxt öyrənə bilərəm deyəndə nəyi nəzərdə tutursunuz? Nəyi öyrənə bilərsiniz? Neçə yüz sözü öyrənmək, qrammatikanı öyrənmək və yaxud nə? İndi buna daha detallı baxacağıq. Məsələn, ən çox yayılan şeylərdən biri odur ki, ingilis dilində çox tələbə daha çox qrammatik bazasını artırıb, söz bazasını artırıb və danışa bilmir. Ona görə həmin adam sizə gəlib deyəndə ki, mənə gəlib deyəndə ki, məsələn, mən danışmaq istəyirəm, o zaman qrammatikası əgər söz bazası yaxşıdırsa, birbaşa danışıqla danışa bilərik, davam edə bilərik. Amma elə adam da var ki, A2 səviyyəsindən gəlir, başlayır və deyir ki, mən yalnız danışmaq istəyirəm, bir cümləsində 1000 dənə qrammatik səhv olur və bu onlar üçün əhəmiyyətli deyil. Yəni, burada doğru və yaxud yanlış bir şey yoxdur. Hər ikisi doğrudur. Əsas olan sənin bir fərd olaraq nəyi bilmək istədiyindir. Sən ümumiyyətlə danışmaqmı istəyirsən, yoxsa düzgün danışmaq istəyirsən və hansı səviyyədə danışmaq istəyirsən?
özünü anlatacaq qədərmi danışmaq istəyirsən, gündəlik conversation edə biləcək qədərmi danışmaq istəyirsən, elmi məqaləmi yazmaq istəyirsən, universitetdəmi təhsil almaq istəyirsən. Bunların hər biri üçün müddət fərqlidir və gediləcək yol fərqlidir. İngilis dilinin axıcılığını bəs nəyə əsasən dəyərləndiririk? Amerikanın, Avropanın fərqli sistemləri var ki, bunlardan bəzilərini bilirsiniz. Məsələn, CEFR bilirsiniz, CEFR yazılır. Ən çox istifadə olunanlardan biridir. Burada məsələn sizin dil səviyyəniz A1-dən C2-yə qədər dəyərləndirilir. Yəni A1, A2 başlanğıc səviyyə, B1, B2 intermediate səviyyə, orta səviyyə və C1, C2 isə axıcı səviyyə sayılır. Bu səviyyələrdən hansına çatmaq istəyirsiniz? Sual odur. Digər məsələ isə dil öyrənməkdə məqsədin nədir? Məsələn, səyahət üçünmü istəyirsən, sosiallaşmaq üçünmü istəyirsən, biznes görüşləri üçün, iş ilə bağlı danışıqlar üçünmü istəyirsən? Ola bilər ki, remote işdə çalışırsan və sənə sadəcə işinlə bağlı öyrənmək və danışmaq lazımdır. Elmi məqaləmi yazmaq istəyirsən, yoxsa xaricdən təhsil alacaqsan? Yəni bu bir çox faktorlara əsaslanır və bu gün biz o faktorlardan bir neçəsini haqqında danışacağıq. Məsələn, deyək ki, məqsədiniz müəyyənləşdi. Səyahət etmək istəyirəm, sosiallaşmaq istəyirəm, ümumilikdə səviyyəmi artırmaq istəyirəm. Bundan sonra bəs mən neçə saata öyrənə biləcəm? Nə qədər müddətə ingilis dilini öyrənəcəm? Yenə bu sualı verirsinizsə, mənim yenə də sizə tam dəqiq bir cavabım yoxdur. Nəyə görə? Çünki dil öyrənərkən iki əsas faktor var. Bunlardan birincisi ətraf mühit, ikincisi isə öyrənənin özüdür. Gəlin birinci ətraf mühit haqqında danışaq. Dil öyrənərkən ətraf mühitin önəmi nədir? Məsələn, kimsə Kanadaya köçüb, ingilis dilisi zəifdir, artırmaq istəyir və kursa yazılır. Sizcə, həmin adamın ingilis dilini öyrənmək sürəti ilə bir insanın Azərbaycanda ingilis dilini öyrənmə sürəti eynimi olar, fərqlimi olar? Əgər fərqli deyirsinizsə, o zaman haqlısınız. Əlbəttə, əgər öyrəndiyin dildə danışılan bir ölkədə yaşayırsansa, o zaman daha sürətli öyrənəcəksən. Çünki ətraf mühitdə qulağın daim o dili eşidəcək. Ona görə dili öyrənərkən tələbələrə verdiyimiz ən çox verilən məsləhətlərdən biri odur ki, telefonunuzun dilini ingilis dilinə çevirin, kompüterin dilini ingilis dilinə çevir. Sonra çalış sosial şəbəkələrdə ingilis dilli səhifələri izlə, ingiliscə dinlə, ingiliscə kinolara bax, ingiliscə kitab oxu, xəbərləri ingilis dilində izlə. Yəni nə edirsənsə elə, maksimum ingilis dilində elə. Çünki ətraf mühitdə Azərbaycanda ingilis dilli mühiti tapmağın çətindir. Ona görə də öz şəxsi dünyanı bu dilə uyğunlaşdıraraq bunu biraz sürətləndirə bilərsən. Bunu isə elə öz telefonundan başlaya bilərsən. Məsəl üçün, bunu bir yerə yazıb mütləq yoxlayın. Digər məqam isə həftədə neçə dəfə müəllimlə dərs keçirsiniz və nə qədər evdə özünüz məşğul olursunuz. Bu çox əhəmiyyətlidir. Daha bir məqam isə metodologiyadır. Yəni, əvvəllər öyrəndiyimiz kimi qrammatika fokuslu, düzgün, amma yavaş danışıq, yoxsa indi dəbə minən danışıqla danışıq, speaking yönümlü danışıq. Bunlardan hansını istifadə edirsiniz? O önəmlidir, yəni müəllimin metodologiyası önəmlidir. Müəllimin metodologiyadan əlavə həm də bir şəxs olaraq necə biri olmağı önəmlidir. Dərsiniz pozitivmi keçir, neqativmi keçir? Müəllim sizi motivasiyalandıra bilirmi? Həvəsdən düşəndə sizi həvəsləndirə bilirmi? Sonra sizə düzgün şəkildə feedback verirmi? Düzgün şəkildə feedback nə deməkdir? Yəni ki, əgər səhv etmisənsə, 1000 dəfə öyrətmişdim bunu sənə, sən necə tupoy adamsın, yenə də bunu səhv eləyirsən deyən bir müəllim də var. Ya da ki, bunu normal şəkildə olduğunu qəbul edib deyən bir müəllim də var ki, səhv eləmək normaldır. Səhv etmək normaldır. Səhv edərək öyrənirsən və əsas odur ki, indi bu səhvi necə daha düzəldə bilərik? Bunun haqqında danışaq.
Belə deyən bir müəllim var. Bundan əlavə, əlbəttə ki, dərsi necə keçirsiniz? Yəni dərs nə qədər maraqlıdır? Müəllim sizi qane edirmi, maraqlandıra bilirmi? Maraqlı materiallardan istifadə edirmi, yoxsa aç kitabı, səhifə 15, çalışma 3, elə 1 düz 2 səhv 3 düz beləmi dərs keçir? Yəni demək istədiyimi anladınız. Okay, müəllim metodologiya bunları qoyduq bir kənara. Digər insanlara təsir edən ən önəmli şeylərdən biri dərslərin intensivliyidir. Burada mən demirəm ki, bizim Azərbaycanda məşhur miflərdən biri olan 40 günə ingilis dilini öyrən, 20 saata ingilis dilini öyrən, həftədə 7 gün conversation club, 15 dəfə nə bilim filan şey, bunlardan söhbət getmir. Nə qədər davamlı şəkildə öyrənirsən və evdə nə qədər vaxt sərf edirsən. Məsələn, əgər sən hər həftə 3 dəfə müəllimlə 1 saat dərs keçirsən və yerdə qalan günlərdə də hər gün ən azından 1 saat evdə məşğul olursansa, bu həftədə 2 dəfə 1 saat dərs keçib, sonra kitabın üzünü açmamaqdan və yaxud ingiliscə heç nə dinləməməkdən 1000 dəfə daha yaxşıdır. Çünki insan beyni elədir ki, aldığımız məlumatı işlətmədikcə unuduruq. İntensiv ola bilər ki, bir ayın içində hər gün conversationa qoşularsan, səviyyən artar, 2 ay sonra heç kitab üzünü açmazsan, heç ingiliscə danışmazsan, öyrəndiyin hamısı getmiş olar. İntensivlik yenə də bunun kursdan və müəllimdən alacağınız yox, özünüzün özünüzə verəcəyi intensivlikdir. Və bu da dərsdən daha çox sizə təsir edir. Bundan başqa qrupun dinamikası, pozitiv və ya negativ mühit olmağı, dil öyrənmə resurslarına əlçatımlılıq da ətraf mühitin dil öyrənməyə təsirləri sırasında yer alıb. Gəlin indi gələk ikinci məsələyə. Tələbənin bir fərd olaraq dil öyrənməyinə təsir edən göstəricilər nələrdir? Birincisi, yaş. Hər yaşda tələbənin eyni şəkildə öyrənməyi mümkün deyil. Məsələn, eyni səviyyəyə gəlib çatmaq üçün balaca uşaqlara daha çox zaman lazımdır. Məktəbli tələbələrə, əgər motivasiyaları azdırsa, biraz daha az zaman lazımdır. Amma adults, yəni yetişkin insanlara isə, məqsədi müəyyən olan yetişkin insanlara isə bunu öyrənmək əslində daha asandır. Daha sürətli öyrənə bilirlər. O doğrudur ki, uşaqlar dili tez qavrayırlar, amma məsələ dili bilmək və istifadə etməyə gəldikdə burada əslində biraz dəyişir. Gəlin misal göstərəcəm indi sizə. Məsələn, deyək ki, standart götürürük. Yetişkin, məktəbli tələbə, yetişkin tamamilə motivasiyası olan və nə öyrənmək istədiyini bilən adam, məktəbli, heç həvəsi olmayan, məcburən oxuyan və balaca uşaqlar. A2 səviyyəsinə balaca uşaqların, məktəbə qədər uşaqların və ibtidai sinifdə uşaqların A2 səviyyəsinə çatmağı üçün həftədə 2 dəfə 2 saat müəllimlə, yəni həftədə 2 saat müəllimlə, həftədə 2 saat da evdə məşğul olarlarsa, 67-80 həftəyə A2 səviyyəsinə gəlib çıxırlar. Bunu mən demirəm, rəqəmlər deyir. Teenagers A2 səviyyəsinə gəlib çıxmağı üçün eyni şəkildə proqram ilə davam etsələr 36-46 həftə arası vaxtları gedir. Daha az motivasiyaları var. Amma yetişkinlərin isə həmin səviyyəyə çatmağı eyni saat oxumaqla
əlavə heç bir self-study eləmədən 2 saat ev tapşırığı, 2 saat dərs həftədə cəmi 25-38 həftə çəkir. Yəni uşağın A2 səviyyədə danışmağı 60-80, məktəblinin A2 səviyyədə danışmağı 36-46, yetişkinin isə bu səviyyədə danışmağı isə 25-38 həftə arasında dəyişir. Fərqi özünüz görürsüz. Ona görə də yaş əhəmiyyətlidir. Hansı yaşda olmağın motivasiyan əhəmiyyətlidir, nə qədər həvəslə öyrənirsən. Təbii ki, əgər orta məktəb şagirdi 13, 15, 17 yaşı varsa, fərqi yoxdur. Motivasiyası yüksəkdirsə, xaricdə təhsil almaq istəyirsə, daha çox çalışırsa, o da bir yetişkin qədər daha sürətli öyrənə bilər. Bundan başqa, növbəti məqam dil öyrənmə ilə bağlı inanclar. Yəni, əgər bir nəfər fikirləşirsə ki, ingilis dilini öyrənmək çətindir, o zaman onlar çətin öyrənəcəklər. Əgər bir nəfər fikirləşirsə ki, asandır, mən edərəm, bunu edəcəklər. Yəni, insan özünü nə qədər qorxutsa, o qədər də zəifləyir. Əslində, inancımız bu baxımdan bizə çox böyük təsir göstərir. Digər məqam, dəfələrlə qeyd etdiyim məqsədlər. Dəqiq bilin ki, siz nə öyrənmək istəyirsiniz? Hansı səviyyəni öyrənmək istəyirsiniz? Nə üçün öyrənmək istəyirsiniz? Bunun üçün sizə nə lazımdır? Hansı sözlər lazımdır? Hansı səviyyədə danışıq lazımdır? Bunu təbii ki, bilməyə bilərsiniz. Ona görə də biz müəllimlər bu məsələyə gəldikdə sizə kömək edirik ki, nə öyrənmək istəyirsən və sən bu səviyyəyə çatmaq üçün nələr edə bilərsən? Dərsdə mənimlə nələr öyrənə bilərsən? Dərsdən sonra evdə özün nələr edə bilərsən? Nə qədər boş vaxtın var? Məsələn, mən hər dəfə sınaq dərsinə gələn tələbəyə soruşuram, sənin evdə tapşırıq eləmək üçün nə qədər vaxtın var? Əgər azdırsa vaxtı, daha az çalışma verirəm. Əgər çoxdursa, o zaman daha çox resurs verirəm. Tələbənin ana dili də çox vacib rol oynayır bu məsələdə. Yəni, ana dilinin ingilis dilinə olan məsafəsi. Azərbaycan dili bəxtimizdən yaxşıdır ki, cəmi 2-ci səviyyədədir uzaqlıq baxımından, çünki ən azından eyni əlifbanı paylaşırıq. Ərəb dilli, Çin, Yapon, Kitay, Kitay nədir? Yapon, Ərəb, Çin, məsələn, bu vətəndaşların əlifbaları başqa dildə olduğu üçün onlara çətin gəlir, daha çətin gəlir ingilis dilində yazmaq, oxumaq, tələffüz. Ona görə də ana dili əhəmiyyətlidir bu baxımdan, amma bizim ana dilimiz ingilis dilini öyrənməyimizə kömək edir. Təbii ki, tələffüzdə bizdə fərqlər var, yazıldığı kimi oxunmur ingilis dilində, amma yenə də ən azından eyni əlifba ilə oxuyuruq. Növbəti məqam öncəki təhsil. Bu ali təhsildən söhbət getmir. Əgər əvvəlcə sən nəsə öyrənmisənsə, ümumiyyətlə nə isə öyrənmək bacarığın varsa, bu ingilis dilini öyrənməyə təsir göstərir. Heç vaxt heç nə öyrənməmiş bir insan ilə, məsələn, başqa bir dili öyrənmiş, universitetdə oxumuş, məktəbdə hansısa fənni öyrənmiş bir adamın öyrənmə sürəti fərqlənir. Və bu sıranı dəfələrlə də uzatmaq mümkündür və bu tələbəyə təsir edən faktorlardır. Belə, indi videonun sonuna yaxınlaşırıq. Bəs sizcə dili öyrənmək nə qədər vaxt alır? Qısaca buna cavab versəm, qulağımıza sırğa edirik ki, burada var sırğa, burada yoxdur. Sırğa edirik ki, əgər nə qədər çox saat ingilis dilini öyrənməyə sərf etsən, ingilis dilini öyrənməyin də o qədər daha sürətli olacaq. Həm müəllimlə bundan məşğul olmalısan, həm də ondan dəfələrlə artıq evdə məşğul olmalısan. Çox məşğul olacaqsan, daha sürətli öyrənəcəksən. Az məşğul olacaqsan, fikrini verməyəcəksən, diqqət etməyəcəksən, daha zəif öyrənəcəksən. Və son məqam isə ondan ibarətdir ki, rəqəmləri sizə göstərməmişdən əvvəl demək istədiyim bir şey də var ki, digər bir məqam, səviyyə artdıqca öyrənmə sürəti zəifləyir. Bunu necə başa düşürük? Məsələn, A2 səviyyəsində bir tələbə təxmini 1000 söz bilməlidir. A2 səviyyəsində bir tələbə üçün 100 söz öyrənmək onun səviyyəsində böyük irəliləyişdir.
Amma B2 səviyyəsində bilməli olduğumuz sözlərin sayı təxmini 3-4 mindir. 4000. Və o zaman 100 söz öyrənirsənsə, o zaman elə də böyük bir fərq etmir. Yəni bunu hiss etmirsən. Ona görə səviyyə yüksəldikcə, yəni pre-intermediate-dən sonra intermediate-a gələndə elə bilirsən ki, inkişaf yoxdur. Nə qədər çalışırsan, amma irəliləmirsən. Əslində bu hamı üçün olan normal bir vəziyyətdir. Hamının başına gəlir. Bunun terminologiyası da var ki, yəni o səviyyədə ilişmək hissini yaşayırsan. Çünki həmin səviyyədən keçmək üçün daha çox ora dəstək lazımdır. Daha çox öyrənməlisən ki, digər səviyyəyə keçəsən. Yoxsa A1-dən A2-yə keçmək daha asandır, A2-dən B1-ə keçmək daha asandır. Ona görə də əgər sizə deyirlər ki, bir səviyyəni 3 aya keçəcəksiniz, inanmayın. A1-i okey, keçdiniz. A2-ni də deyək ki, belə zorla, bəlayla keçdiniz. Artıq B1-i, B2-yi mümkün deyil ki, 3 aya keçəsiniz. Kitabı bitirmək səviyyəni keçmək demək deyil. Digər tərəfdən isə yuxarı səviyyəyə gəldikdə çətin olsa da səviyyəni keçirmək artıq daha rahat olursunuz, daha sərbəst olursunuz, daha çox başa düşdüyünüz üçün özünüzlə məşğul ola bilirsiniz. Daha çox kinolara baxa bilərsiniz, videolara baxırsınız, oxuyursunuz, yazırsınız və self-study-ni özünüz idarə edə bilirsiniz. A2 səviyyəsində self-study etmək istəyən tələbə sırf müəlliməyə baxırsa, müəllimin gözünün içinə baxırsa ki, bəs mən nə edim evdə? B1, B2 səviyyəsində tələbə artıq özünə uyğun şeyləri özü seçib öyrənə bilir. Yekun olaraq məqalənin sonunda 3 fərqli cədvəl var və buna bir misal olaraq mən sizə dedim, məktəblilər, balaca uşaqlar və yetişkinlər üçün olan öyrənmə sürəti. Təxmin edirəm ki, mənim izləyicilərim yetişkinlərdir. Ona görə yetişkinlər üçün olan cədvələ birlikdə fokuslanacağıq və onları sizə göstərəcəm. Hər iki cədvəl, yəni bu cədvəl yetişkinlər üçün nəzərdə tutulub. Həftədə 2 saat müəllimlə, 2 saat da evdə məşğul olduqda necə səviyyəni artıra bilərsiniz, onu göstərir. Hə dostlar, burada cədvəli görürük. Yetişkin insanlar üçün pozitiv öyrənməkdə, pozitiv atmosferdə neçə saat çəkir öyrənmək. Əgər yetişkin adamın ilk dilinin transkripti ingilis dilidirsə, ingilis dili eldirsə, əlifbası, məsələn Azərbaycan dilində olduğu kimi, yaxşı motivasiyası varsa, resursları varsa, yəni internet, kitab və s. və müəllimi də yaxşı təhsil almış müəllimdirsə, nə qədər saat çəkir? Birinci bölmədə müxtəlif səviyyələr üçün müəllimlə olan saatları görürsünüz. Yəni, sıfırdan A1 almaq üçün 90-100 saat lazımdır. A1-dən sonra əlavə 100-150 saat oxumalısan ki, A2 olasan. A2-dən sonra 160-240 olur B1 və s. və s. və s. Ümumilikdə isə bu başlanğıcdan indiyə qədər olan saatlardır. Yəni 1030-1450 saat oxuduqdan sonra ingilis dilini ana dilin kimi danışa bilərsən. 730-1050 saatdan sonra isə ingilis dilini çox axıcı və mükəmməl şəkildə danışa bilərsən. Bura aiddir həm evdə öyrənməyin, həm də ki müəllimlə öyrənməyin. Burada isə həftəlik neçə həftəyə öyrənəcəyin yazılıb. Yəni, buradakı cədvələ əsasən deyək ki, həftədə 2 saat müəllimlə dərs keçirsiniz, plus 2 saat da evdə məşğul olursunuzsa, sıfırdan A1-dən başlayıb B2-yə çatmağınız, B2-də özünüzü sərbəst şəkildə ifadə edə biləcəksiniz müxtəlif mövzularda. 45-65 həftə çəkir. Yəni, təxminən 1 il və yaxud 1 ildən biraz çox. Əgər bunu istəyirsinizsə ki, daha sürətli olsun, daha az həftə olsun, 35 həftəyə bitirmək istəyirsinizsə, o zaman bu bölümdə əlavə həftəlik məşğul olmalı saatınız yazılır. Məsəl üçün, deyək ki,
Sıfırdan, heç kim sıfırdan başlamır da. A1-dən A1 olur demək olar ki, hamıda. Məktəbdə və s. öyrəndiklərimizdən. A2-dən başlasaz, A2-dən başladıqdan sonra həftədə evdə əlavə 2 saatın üstünə 3 saatda, 5 saatda özünüz məşğul olsanız, müəllimdən əlavə, B2-yə gəlib çıxmalısınız, cəmi çəkəcək sizin 65, 40, 25, 40 həftə. Yəni bir ildən daha az müddətə B2-ni əldə edə bilərsiniz. B2-dən C1-ə keçmək bir xeyli çətin olur, çünki artıq o akademik səviyyələr sayılır C1 və C2. Onun üçün evdə oxuduğunuz saat daha çox olmalıdır, çünki B2-də artıq siz daha yaxşı bilirsiniz. Əgər B2-dəsiz və C1 olmaq istəyirsiniz, nə edə bilərəm deyirsə, açın elmi məqalələr oxuyun, xəbərlərə ingilis dilində baxın BBC-də və ya TED Talks'ları izləyin. Yəni həftədə məsələn 2 saat burada, üstə gəl 5 saatda əlavə 7 saat falan məşğul olmalısınız əlavə ki, belə bir ala biləsiniz nəticə. Bu adultlar üçün idi. İkinci bir cədvəlimiz isə 5-11-ci sinif şagirdlərinə aiddir, yəni teenagerlara aiddir. Teenagerlərdə isə biraz daha fərqlidir. Çünki onların motivasiyası daha azdır və biraz resurslara əlçatımlıqları var. Ona görə də həftələr belə dəyişir. Videonu da saxlayıb özünüz oxuya bilərsiniz. Ən çətin isə balaca uşaqlara aid olur. Çünki onların zaten fokusları problemdir. Oxumaq istəmirlər dərs. Onları ancaq məruz qoyaraq öyrətmək olur. Yəni multiklərə baxsınlar, dostları xarici dilli olsun ki, natural şəkildə, təbii şəkildə bunu öyrənə bilsinlər. Yoxsa çox çətin olur. Balaca uşaqların başlanğıc səviyyədən B1 səviyyəyə gəlib çıxması 80-100 həftə, yəni 2 il çəkir təxmini. Sıfırdan öz fikrini hardasa sərbəst şəkildə ifadə edəcək səviyyəyə gəlməyi. Təbii ki, yenə də burada mühitdən çox şey asılıdır. Əgər həmin uşaq xaricdə yaşayırsa və orada dostları varsa, ingilis dilli bağçada, məktəbdə təhsil alırsa və günün çox hissəsini ingilis dilini eşidərək keçirirsə, o zaman daha sürətli öyrənəcək. Burada öyrəndiyimiz 2 saat müəllimlə görüşür həftədə, yarım saatda ev tapşırığı edir. Ona görə bu qədər saatı onun əldə eləməyi çətindir. Amma düşünsəz ki, bir uşaq hər gün bağçaya ingilis dilində təhsil alır, ingilis dilində gedir, orada hər gün eşidir. O saatlar daha tez bitmiş olacaq və daha sürətli şəkildə öyrənə bilər. Bir ildə normalda sıfırdan başlayan uşaq öz fikrini ifadə edəcək səviyyəyə gəlir, çıxır təxminən. Bu məqalənin adını da sizə göstərim. Əgər oxumaq istəsəz, girib özünüz də ətraflı incələyə bilərsiniz. İngilis dilini bilməyənlər üçün bunu mən tərcümə elədim və öz əlavələrimlə birlikdə sizlərlə paylaşdım. Belə dostlar, axır ki, rəsmi olaraq araşdırmaçıların İngilis Dili Mərkəzinin, Cambridge Universitetinin məqaləsinə görə də qarşımızda görülən rəqəmləri gördünüz. Burada nə qədər saat, neçə həftə sizin öyrənməyiniz lazımdır bildiniz və artıq mən nə qədər müddətə öyrənə bilərəm dili sualına öz cavabınızı tapdınız. İndi fikirləşin ki, siz həftədə neçə saat sərf edirsiniz bu dili öyrənməyə ki, məqsədinizə çata biləsiniz. Və fikirləşin ki, sizin bu dili öyrənməkdə məqsədiniz nədir və mənə kommentlərdə yazın. Sağ olun, salamat qalın.